Evdən iş var yoldaşlar, evdən iş var. Gəlin bu işdən də bəhs edeyim. Bu amma yüksək məşğəli bir iş deyil. Başlanğıc olaraq 400-500 manat, ilk 5 aydan sonra isə 700 manat ola biləcək bir işdir. O da şəxsi göstəricilərinizdən asılı olaraq arta da bilir. İş şəraiti evdəndir, amma freelance deyil. Yəni sərbəst iş qrafikli bir iş sistemi deyil. İş saatı var. Səhər saat 9-dan 6-ya kimi. Belə bir işdir. Kimlər üçündür bu? Rus dilini və türk dilini bilməyənsiniz yoldaşlar. Əgər bilirsinizsə, danışılanı və yazılanı anlayacaq səviyyədə bilirsinizsə, belə bir iş fürsəti var. Yəni burada xanımsınızsa, ofis əməkdaşı olaraq da axtarılır. Bir də analitik düşünmə qabiliyyətiniz varsa, ofis meneceri işi də var yoldaşlar. Bundan əlavə ofis proqramlarını da bilməyiniz vacibdir yoldaşlar. Əgər bilirsinizsə, belə bir işə də müraciət edə bilərsiniz və qeyd edeyim ki, şirkət internet üzərindən ticarətlə məşğuldur. İş də kompüter arxasında ofis proqramları ilə görülən bir işdir yoldaşlar. İş üçün kompüter və telefon şirkət tərəfindən təmin oluna bilir, əgər ehtiyac olarsa. Belə bir variantlı bir işdir yoldaşlar. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər onlayn işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmaca sətini çəkirsiniz. Onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, doğrulayacaq oldu kanala. Kanala daxil olduqdan sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.